Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adıyla. İndi 02-ci bölümün başlayıram. Çünki bir neçə saat öncə YouTube-da bu getmədi. Yəni 01 dediyimiz 241-ci proqram getmədi. Bizim internetimizdə müşkül olaraq, problem olaraq sadəcə Instagramda getdi və Instagramda təəssüflə kitab görsənmir, yazılar görsənmir. Onun üçün indi bir fürsət tapdım. Dedim ki, o bərnaməni həm tazalayayım, həm də ki, ikinci bir ayrı kitabda onu yanında oxuyaram. O bayaqçı baxdığımız kitabı biraz çox sürətlə baxacağam və əl-ayağını yığışdıracağam. Sonra bir ayrı kitabda oxuyaq. Onun üçün uzatmayayım sözü, gedək. Görək ki, downloadda bizə hangi kitab şansımıza gəlir. Əlbəttə, süb axtarmışdıq, bilirik hangi kitabdır. Onun üçün elə gedirik onu tapaq və ondan nüsxə-i xətti məcmui burada görə xançıları gətirdi bizə. 2 dəfə bunu gətiribdi, bunu silaq onda. Bir də bu iki kitabı feylən bu günləri bizə gətiribdi. Bu iki kitabı götürək və danışaq. Biraz öncə ya Təbriz vaxtı ilə axşam başı bu kitabı görsətdik. İndi də aynı kitabı biraz hızlı göstərəcəyəm. 1-2 səfədə əvvəldən axırdan oxuyacağam. Təəssüflə bu kitabı kim yazıbdı, hangi tarixdə yazıbdı, bəlli deyil. Kitabın bir zahirinə baxsaq, kitab 112 səhifədir şeydə, PDF-də, amma bu əslində 110 səhifədir, 102 səhifədir. Çünki cildidən neçə dana əksilər vardı açıq yerlərdən, onları istəmirəm. Kitab hesablayaq. Kitabın cildini görürük. Burada parça ilə, zahirən kitab xərab olubdur. Bunu neçə dəfə tikiblər parça ilə, cildi dağılmasın deyə. Burada görürük. Burada daha yaxşı görürük ki, neçə dəfə bu parça qıraqda tikilibdir. Hətta baxsaz, o üstdəki və aşağıdakı parçalar ki tikilibdir. Burada rəngi çox solubdur. Burada rəngi, bu tərəfdə, içəri tərəfdə rəngi çox açıqdır, tüt rəngi var. Və eyni halda görürük ki, çəsblə bunu yapışdırıblar, bir növ sirişonla, bir növ çəsblə bunu yapışdırıblar kitaba. Kitabın ortası da, yəni şirazının üstündə bir qırmızı xətt çəkilib ki, çox önəmlidir deyə. Kitabı bayaqları oxumuşam, əvvəldə bir 5-10 səfəsini oxuduq, sonra da bir-iki dənə də əvvəldən axırdan oxuduq. O xətt fərqi yoxdur, təqribən hər yer bir vəziyyətdə yazılıbdır. Bunu biraz gedək axirlərinə. Bu da bunun axirləridir. Axirlərini də görsək, eyni cildin sonu, aynı parça ilə tikiliblər. Bu da cildin içi, görsənir nə vəziyyətdədir. Belə nəzərə gəlir ki, bu kitab Almanda saxlanır. Əl yazmadır, türkcədir. Buradan bilirik. Yəni nəzərimə gələn buradandır. Bəlkə ola bilər ki, Almancada olmasın, məsələn, bir ayrı məmləkətdə olsun. Burada yazıb ki, bu kitab Molla Əbdülhəmd adlı bir şəxsiyyətin kitabıdır. Əcəba yazan budur, kitabın sahibi budur, onu deyə bilmirəm. Amma bu xətt çox o içəridəki xəttlərə çox bənzir. Yəni bu xəttlərə bənzətiliyi var. Yəni bunu şeyə tutmuram mən. Yəni burada bu xəttlərə baxanda, bir də qeydib burada bu xəttə baxanda biraz bunları bir-birinə bənzədirəm. Amma yenə də bunu xətt bilən dostlarımız bunu daha yaxşı bilərlər. Kitabın əvvəlini, axirini oxuduq. Ad tapa bilmədik, tarix tapa bilmədik. Burada təmmət, tamam şüd belə bir şeydir. Amma belə bir şey, yəni içində tapılır. Şüdü də özümdən dedim, orada şüd yoxdur. Farsca bunun içində əsla bir kəlmə də görünmədi ki, kəlmə olaraq orada yazmış olarlar. Mən bunu qeydirəm indi Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin vəl aqibətu lilmuttəqin. Əs-salatu vəs-salamu alə Rasulih Muhammedin və alihi və əshabihi əcməin və cəhan aləm fi 10 qism yaratdı.
ehtimalən bu fi ki dedim, bayaqları dedik ki, bunları oxuyanda sonra gördük ki, fi deyil, nidir. Və cəhan aləmni 10 qismi yaratdı deməkdir. Bu türkü ləhcəsi Azərbaycan türkçəsi deyil, Osmanlı türkçəsi deyil, Cığatay türkçəsinin biraz içində var, amma biraz Cığataydan da nəzərimə gəlir ki, fərqlidir. Əvvəl iki qism bu turur. Bu turur, yəni budur. Bu turur yazıbdır. Hutdu, cut yazıbdır. Bu 12 nömrəsini yetə yıldız bir ilə müvafiq qıldı. Andağ kim? Bu kimi mesela şeyx yazır. Burada onu bilək. Qıldı. Andağ kim? Andan ki. Şəms, qəmər, ətarüd, Zuhrə, Merrix, Müştəri, Zuhəl. Bunlarını yenə o fi kimi görsən, amma bu n-dir. Müvafiq qılıb Adəmnin vücudidə yetə nəmrəşi yaratdı. Bu Adəmin vücudi də yetə nəmərsə yaratdı. Bu nəmərsə nə deməkdir? Bunu təəssüflə bilmədim. Əvvəl dil, cigər haman, güruh, şüş və şuruş, dəmaq, zəhri, sipər biraz boş yer qoyubdu. Burada yəni bir şeylər yazacaqmışdı, yazmayıbdı. Denə, genə ya daxi onun yerinə yazılır. 12 bürc 4 təbayi qıldı. 12 bürci ayları 4 yazıbdı. Dəstəli T ilə də yazmayıbdı. 2 nöqtəli T ilə yazıbdı. Bilirsiniz ki, T ilə də bir-birinə dəyişir. Normalda Osmanlıda və Azərbaycanda bunu dəstəli T ilə yazırlar. Amma burada 2 nöqtəli T ilə yazıbdı. Hətta təbayi ki, ərəbi sözdür, onu da 2 nöqtəli ilə yazıbdı. Biraz nəzərə gələn bu adam həm dihtəsi nəzərimə gəlir, bəlkə zəifdir, həm də ki, bəlkə çox türkçüdür. Onun üçün şeydən çox o ərəb əlifbasından çalışır, çox istifadə eləməsin. Nə mənədir o? Təbayi qıldı. Yetə kəvakibini yaratı. Necə ki, kəvakibi də yaratdı. Bunlarının məzacı birlə ısıq, savuq, ləqni, təriqə-i təhqiqini bəyan qılır. Əvvəl dəmaq savuqdur. Yürək bağrı quruq əsıqdır. Ondan olacaqdır. T ilə daha genində bir-birinə dəyişir. Amma burada mən çünki gedir qarnın içindəki üzvlərin adlarını çəkdiyi üçün o cürsü nəzərimə gəlir dalaq, amma ola bilər bir ayrı bir şey olsun. Çünki çox təxəssüsü bir uzmanlar üçün yazılmış bir kitabdır. Və mütəəssifanə mən türkcə adları ya çox şeyləri bilmirəm. Onun üçün də bunlarda şey oluram. Tal, quruq, savuqdur. Tal, quruq, savuqdur. Mədə, mütədil. Yenə də mütədildə o əvvələn mutədil yazıbdı. Yəni bir dənə vav yazıbdı. Və tədil də şeydə 2 nöqtə ilə. Yəni məzac 4 təsmə bulur. 4 qismə bölür. Bəlğəm, sevda, səfra, qan. Əvvəl qan. Hol, ısıq, adəmni, bağru və atırır. Bağru atırır.
Burada bir kəlmə yazıb ki, bayaq da oxuya bilmədim. İndi də biraz zor çəkirəm ki, bu nə olacaqdı? Oturur. Əlbəttə bunu bayaqları biraz sorularda bir-iki səhifə oxuyandan sonra nəzərimə gəldi ki, biraz yumuşaldı bu bəzi kəlmələr. Amma üçün davam eləmədik, təəssüflə o şey olubdu. Nəzərimə indi o yaxşı gəlmir. Məzyas, hər nədir bu kəlməni oxuya bilmirəm. Tamlıq rəngi sırıq bulur. Məzəyat da ola bilər, yəni məzələr. Məzəyat tamlıq rəngi səri bulur. İkinci səfradır. Anın təb'i savuq bulur. Bulurdur ni. Ot üzərə bulur. Üçüncü bəlğəm bulur. Anın təb'i savuq bulur. Özünü öfkə da o birisi səhifədə bulur. Təmi acıq bulur. Acıq da acı deməkdir. Acıq bulur. Bunları biraz oxumuşduq dahi. Mən fikirlərim ki, buna ehtiyacı çox yoxdur. Fəqət istirdim bu kitabı tanıtdıram. Bu kitab gördüyümüz kimi kəlmələri tərif edir. Sonra onun müşəxəsatını göstərir. Sonra ona davaları deyir və nə cür o davaları qatışdırıb yeyəcəksən, onu da öyrədir. Beləsi bir neçə səhifəsini oxumuşduq. İndi ən yaxşısı budur ki, bunun 50-ci səhifəsindən biraz oxuyaq, sonra da 100-ci səhifədən oxuyaq və bu kitabı qutaraq. 50-yə keçək, burada 50. Əgər kimsənin ağırlığı, burada bir kəlmə yazıbdır. Günqa, bunun üstünə xətt çəkibdir. Bayaq da bunu hətmən oxumuşam. Çünki nəzərimə gəldi ki, bu sətri ehtimalən 50-ni oxumuşam. Əgər kimsənin ağırlığı gündüzü ziyadə bulsa, quruq sığdır. Əgər gecəsi ziyadə bulsa, hul savuqdur. İndi burada məsələn, burada gecəsi deyərək qeysəm orada bir kəlməni oxuya bilmirdim. Eyni bu cür yazmışdı. Ehtimal verirəm ki, qeysəm onu bunu tapa bilsəm. Burada sidir. Mizyası, firyası, nə mənə olar bura? Altulur. Mizyası. Bu sı, qətən bu sıdır, amma bu mizyası tamlıq, məzəsi, tamlıq rəngi səri bulur. Bu məzədir. İndi onun üzü ilə 50-ci səhifədə onu düz görməklə bildim ki, bu sin ilə yayı yapışdıranda bu şəkildə yazır. Bu da məzəsi oldu. Nəzərimə bu gəldi. Gedək 50-yə görək ki, nə olur? Kitab sadədir. Xətti biraz fərqlidir əlbəttə. Yazar üçün fərqlidir. Amma kitab oxumaq olar. Yəni, mümkündür bir 30 səhifə əvvəldə adam gərək oxuyar. Kitabın yazar nə cür qələmi dolandırır, hərfləri bir-birinə yapışdırır, ya nə cür ayrı hərfləri yazır. Bunları bir neçə yerdə görməklə gözə adət eləyəcəkdir, beyin adət eləyəcəkdir və oxuya biləcəkdir. Əgər kimsənin ağrı gündüzü ziyadə ağrısı, yəni ağrığı gündüzü ziyadə bulsa, quruq ısıqdır. İndi bu quruq nədir, mən bilmirəm. Əsıq mən nəzərimə elə ki, sıvıqdır. Sıvıq, yəni qan sıvıq bir şeydir. Biraz da qandan biraz bərk olsa, hətta o sıvıqdır. Nə mənə deyim, ya ələ yapışan və eyni halda su da dəyi, əldə də qala, dedim, qan kimi biraz amma qan, məsələn, qəliz qan deyirik, o da qərə qan. Sıvıqdır. Əgər gecəsi ziyadə bulsa, indi bu hul nə deməkdir, onu bilmirəm. Hul savuqdur.
Əgər turub yatan kişini şul günü yılan ciyan çaqsa, indi beləsi deyək, əgər turub yatan kişini şul günü yılan, şul günü yəni bu gün yılan ciyan çaqsa, ancaq kar qılmaz. Ancaq kar qılmaz. Kar qılmaz yəni təsir eləməz. Kar türkcədə təsir adında mənasındadır. Əlbəttə bir də qulağın eşitməməzliyi vardır. Məsələn, bir də məsələn bəzi meyvələr məsələn girdəkanda işlər. Bəzi girdəkanlar var ki, sındırarsan onun içi çıxmaz. Çox zordur. Ona da kar girdəkan deyirlər şeyə. Bir yol. Kar əslində qulağı eşitməməzdir. Kar dedim girdəkan oradan içindən zorla çıxır və kar mənfəətdir. Bu mənfəətdə də mənim bugünkü karım nədir? Bugünkü karım kitab oxumaqdır. Və məncə də çox gözəldir. Yəni mən indi dostlar, eşikdə, zətdə soruşanda ki, bu günün nə cür keçdi? Deyirəm, çox gözəl keçdi. Soruşanda nə oldu? Deyirəm ki, mən bu günləri bir taza kitabla tanış oldum türk dilində. Əski yazılı kitabla tanış oldum. Bu mənim karımdır. Bəs bir də kar dedik ki, yəni təsir. Təsir. Filan şey mənə kar etməz. Yəni təsir buraxmaz. Ancaq kar qılmaz. Kar etməz yəni. Camğur ısıqdır. İndi camğur da nədir? Onu da bilmirəm. Isıqdır. Abi məni ziyadə qılır. Ehtimalən ziyadə olacaqdır. Təbiətini mülayim qılır və nigris zəxmitna ya zəxmitka sac və saqqal. Sac və saqqal tuşmaz ki faydə qılır. Əgər camğurni qaynatıb, camğur bir dana bir şeydir, nə mənədir bilmirəm. Camğurni qaynatıb sirkəna salıb yesə, iştihanı açar, təamini bəzmə qılır. Ya da bezmə, təamini bezmə qılır. Bu səhvədən biraz oxuduq ki, 100-cü səhifəyə də baxaq. Çünki bu kitabı bir dəfə də bugün oxumuşuq. Ona görə bunda istəmirəm çox vaxt qoyaq. Bu səhifədən də biraz oxuyaq, görək nədir? Növ-i digər. Kimsənin malını oğra alğan bulsa, oğra fikirəm oğru elədi. Oğru, həman ki farsıda dozdur deyirlər. Bulsa bir avuc arxa ya arqa ünzğə ayətül kürsiyi bir üç ola bilər ya avuc. Avuc deyil, bəlkə də avucdur, bilmirəm. Bir avuc ya bir üç arqa ünğə ayətəl ehtimalən undur burada. Bir avuc arxa unğə ehtimalən arpa ununa ya belə bir şey mən. Bir avuc arpa ununa ayətəl kürsiyi bir mərtəbə oxuyub zəm qılmaq kümanlıq edər. Nəbil qölməqə azğa bir kel ağzıda xəmir qılırın dolarının Ali da Sure-i Yasinni oxuyub onlarşa yüzünə zəm qılıbın malını alğan. Alğan yəni alar. Oğri nal bi sübi qaçğay. Xəmir qılalmağını Haqqı Teala'nın qüdrəti
birlə bişəkki bigümandır. Əzə digər ya əz növ digər belə bir şeydir. Əslən əz deyil, növ digər. İndi bunu məsələn növ görürük ki, çox fərq. Mən bunu əz oxurdum. Növ da bir dənə ey qoyubdur ki, növ düz yazıbdır əslində, vəli o növ şeydir. Oğrini sapay deyib anın bir ağ xoruz gətirib, bir ağ xoruz gətirib, bir ayaq yenə altın dayaqıb, qıymaq yəni qatlamaq, kəmanlıq adamla və nə mənə bunları qolunu ol ayaq olacaqdır. Ol ayaq sının üstüdə birin qoyub xutbi adəmni yetə mərtəbə ya neçə olacaqdır ehtimalən, neçə mərtəbə oxuyub bürkil oğringələrə neşi da burada hala hər halda biraz bu kitabı oxumaq lazımdır ki, oxunsun, görsün nədir. Gedək ikinci kitaba. Mənim bunu süb oxuduğum üçün indi qeydaq bu kitabı oxuyaq və buna doğrudan da çox vaxt qoyaq. Görək ki, bu kitab nədir. O kitabın əvvəldə o kitabın adını bəlkə demədim, onu bir də deyim adını. Bu kitabın adına deyiblər, burada yazdıqlarını deyirəm. Məcmuə-i Tibb və Nücum Türki Nusxi xətti əlyazmadır. Məcmuə-i Tibb və Nücum Türki. Belə deyə buna ad qoyublar burada. Amma biz bu kitabda bir ad görmədik. Dedim, ehtimal var ki, bu yazanın adı da bu axirdə Molla nədir? O olmuş olsun. Kitab Molla Əbdülhəmd adında bir adamın kitabı olmuş olsun. Əgər bu Molla Əbdülhəmd olsa ehtimal verirəm. Adın modelindən ehtimal verirəm ki, Türkmənistanlı olmalıdır. Adın dedim, o ehtimaldır. Yəni nə qədər doğru düzgündür, o 0 qədər ola bilər doğru düzgünlüğü. İkinci kitaba baxırıq. Nücum və Fali Türki xətti besyar ali. Əvvəl kitabın özünə bir baxaq burada. Kitabı kiçildirəm ki, yerləşsin bura. Görək ki, burada nə ya? Əvvəl kitabın özünü görək. Kitabın özü çox nəfis cildi var. Zahirən qırmızı ya hətta desək məsələn nə deyim ona? Gilanar rəngində bir kitabla üzbəüzük rəngi. Bunun üstündə yaşıl və ha belə qızıl rəngi ilə, şayət də qızıl suyu ilə nəqqaşı çəkilibdir. Bir fərş kimi bunu ləvəri, bala şiyəsi, haşiyəsi, suları, zatları, hər şeyi vardı bunlar. Su da ilm əhsalanlar bilirlər nədir. Çox bir gözəldir. Hər halda vaqəən çox gözəl bir fəş nəqşəsidir. Şayət də fəş nəqşələrini bunlardan götürüblər. Çox sevməli bir şeydir. Əsrar-ı Qərib deyə bu kitaba ad qoyublar. Ya o veb-sayt əlbəttə. Bir dənə veb-saytdan bunu endiriblər. Bu veb-sayt kitabın adı, yəni veb-saytın adı imiş ehtimalən Əsrar-ı Qəribə deyə bunu şey eləyiblər. Bir də kitabın cildi elə bir ki, son cildidir. Yəni axirdəki cildidir. O da yaşıldır kitab. Dövrəsinə bir nazik yenə qızılla işləmiş, amma ortada çox gözəl bir nəqşəni qızıl və qırmızı ilə işləyibdir. Vaqəən ərzişi çox hünəri olaraq yaxarıdır. Burada birinci səhifə boşdur, ikinci Mətale-us Səadə. Kitabın adı, əgər indi istəsək bunu, mən bunu yazsam, bunun adı, mən bunu eləyim ki, iki cəlləsə hesab olsun. 1, 0, 2. Tamam, bunu 0, 2 elədik. Bu buradan olsun. İndi bu kitabın adı Mətale-us Səadə. Kitabın adı
Matalius səadətdir. Bu buradan bəlli oldu. İkinci səfhəsinə gedirik. Yenə burada bir dənə çərçivə çəkiblər. Eşikləri, əgər ilmək-salan dili ilə desək, eşikləri qərəz sudur. İçi təlaya yaxın, bəlkə qəhvəyi rəngdə bir açıq qəhvəyi desək olar. Bundan şey olur. Kitabın özü zahirən qıraqları əpriyibdir. Tərdən, sudan keçib içinə əpriyibdir. Elə bunun da içində, o çərçivənin içində mütaliə yazılıb, amma o birisi mətaliə. Əlbəttə burada o əni də qoyubdur, amma adının qalanı yazılsa da düşməyibdir. Sonra kitabın o birisi səhifəsinə gəlirik, yenə də burada görürük, qeydərik, bunlara baxarıq, fəqət feylən indi baxırıq. Bu kitabın yazıblar ki, 286 səhifəsi var. Buradan hər səhifədə PDF-in səhifəsi ilə bir dənə kitabın səhifəsi, yəni küllən 286 səhifədən ibarətdir. Bunun 4-5 səhifəsi elə fəqət bu kitabın, siz deyim, mən deyim, fehristidir. Ondan sonra Mətali, indi adı burada kamil gəldi. Mətalius səadət deyə və Yənabius səadət. İki adı var. Birin üstə yazıb, birin aşağıda yazıbdır. Və Yənabius səadət. Tamam. Bunu da kitabın əsli adı budur. Əsli adını tapdıq. Bir dənə nəqşə üstə çəkiblər, bir dənə dairə ortada, bir dənə aşağıda nəqşə açıblar. Adın biraz üstə, biraz aşağıda, ortada da bir şey. Bunlara baxarıq, görürük nədir. Sonra kitaba giririk. Kitabı çox gözəl. Ehtimal verirəm. Mənim təcrübəmdən bu 400-dən də çox kitaba baxdığıma görə belə deyə bilərəm ki, bu kitab görürük Əfqanistanda Əmir Əli Şirnəvai dövründə yazılmış olacaq. Çünki əvvəl kağızın özü, kağızın keyfiyyətinə baxırıq. Qalin kağızı var ki, bu günlərdə biz uşaq olanı kardəsti deyərlər, düzəldi mədrəsədə, onunla düzəldərdik, müqəvva. Amma keyfiyyətli müqəvva. Kitabın nəqqaşisi çox gözəldir. Ondan sonra Kitab-ı Mətalius Səadə. Burada da kollən kitabın adını beləsi yazıb. Buradan kitabın adını 3 cürə görmüşük. Əslində elə bu Kitab-ı Mətalius Səadə və Yənabius Səadə bu kitabın adıdır. Xülasəsində burada yazıbdır. 2 yerə bölüb əvvəl öyrəsinə bir qab çəkibdir, çərçivə çəkibdir. Bu çərçivə 1, 2, 3, 4, 5. 5 dənə sudan və bunların arasının rəhləri özəlliklə bir qəhvəyi rənginə ya zeytuni açıq, biraz tox zeytuni ilə rəhləyibdir. Sonra Bismillahın üstündə 2 yerə bölübdür. Onun da bir özünün məxsus çərçivəsi vardır ki, için tox qırmızı ilə və ha belə bir ayrı rəng ilə ki, o da bəlkə zeytunidir, ondan rəhləyibdir. Onu özün 2 yerə bölübdür. Aşağısı və üstə. Aşağıda kitabın adıdır, üstdə də Osmanlı dövrəsindəkinə yaxın bir nəqqaşə eləyibdir. Çox gözəl, abi və zeytuni, çox gözəldir. Sonra da mətni yazıbdır, cəlibdir. Mətn nəzərə gəlir türküdür. Yəni, belə ki, baxıram, türkü görürəm. Amma Bismillahirrahmanirrahim, yəni ərəbcəni o cür ki, onların eyrab eləyibdir, eyrab qoyub üstünə, səslərin qoyubdur. Aynan türkünü də səslərin qoyubdur. Eyni ki, Qur'anın necə hər ayənin axirində bir dairə çəkir, cür kimi və içində rəhlir ayırır. Zahirən türkcəni də o cür, eyni o şəkildə ayırıb bir-birindən. Çox gözəl bir, yəni elə o qədər ki, Qur'ana əhəmiyyət veribdir, türk dilində də əhəmiyyət verib bu kitabda. Səfələrə beləsi baxırıq, bəzi yerdə bir şeir istəyib deyə, bir beyt istəyib deyə filan, bunların özlərinə də qab çəkibdir, bir çərçivə çəkibdir, onun içində yazıbdır. Şeir olanda şeirin özünün bəzisinin arasında o 2 misrəyin arasında bir qab çəkibdir ki, ayırsın. Bəzi yerdə də fəqət elə şeydən istifadə edibdir. O dediyimiz dairədən ki, içində rəhliyibdir. Yəni bir dənə gül çəkibdir, içində rəhliyibdir.
Ondan görürük bunu. Bir dənə gözəl miniatürü var PDF-in 16-cı səhifəsində. Çox bir gözəl bir alimi göstərir ki, qədimki alimlərdən çox gözəl. Bu zahirən məsələn bir dənə məscid kimi bir yerdir. Pəncərəsindən eşik, gülgülistan görsənir. Bir dənə alim oturubdur, dalısında da yastığı vardı, qabağında kitablar yerdədir. Bir kitab açıqdır, 2-3 kitab qıraqlarda şeydədir, rəhlidirlər. Kitabların üstləri də rəhlidir. Ev də kollən rəhlidir. Pəncərələr falan hamısı rəhlidirlər. Ağaçların evin üstündən də ya o məscidin üstündən də ağaçlar gül çiçək eləyiblər, gediblər göyə. Və pərdələr zətlər də ya bu pəncərədəki vardı. Bunların hamısı da gül çiçəkdir əslində. 2 nəfər Çin, bunlar Çin nəqqaşisidir zahirən. 2 nəfər Çin paltarı ilə ki, böhləri beləsidir. Əlbəttə şeydə də var. Osmanlı dövründə əskərlər, sərbazlar desək, əskər deyirik ya, onların da başında burada böhk qoyulur. O böhk də qırmızıdır. Bunlar da o cürsü bir vəziyyətdə durublar, əlləri də sinələrində durublar, gözləyirlər o alimi. Bir dənə də cavan uşaq ehtimal verir ki, həyətdir bura, sudur filandır, oradan qalxır, tökülür bir hovuzdur. Ora 2 dənə uşaq, biri sağdan, biri soldan ya oynurlar, ya bir iş görürlər. Onlar da paltarları, zatları da çox əla şəkildə bunlara paltar çəkibdir. Yəni çox şeydir. Bu birisi səhifələrdə görürük. Sətirlər bir-birlərinə çox yaxındır. 3 tərəfi kitabın boşdur. Əlbəttə bu kitab heyifdir. Bunda bir şey yazsınlar. Təqsim dər burci həməl. Təqsim dər burci həməl. Dərəcat olacaq ehtimalən. Təqsim dərəcati burci həməl. Beləsi oxunmalıdır bu. Burada da yenə də bir şeylə üzbəyüzux, bir geçiyə minib bir nəfər. Geçiyə. Əlbəttə keçinin ərşəyi bir şey deyərik. Görüm nə deyərik keçinin ərşəyinə. Bu keçinin ərşəyinə minibdir. Boynunda zinqrov vardı. Üstünə tül örtübdür. Onu qəşəng eləyibdir. Minib üstünə şəmşirin də çəkibdir. Bir nəfərin də başını kəsib əlində tutub gedir. Onun da qanı ehtimalən bilmirəm niyə bu at ola bilər, amma keçi kimidir. Yəni boynuzlu zadı var. Aşağıda da 3 dənə dubara bir adamlardır ya nədir, sembollardır çəkibdir. Çox gözəl bunlar görürəm. Bunları yenə bir 22-ci səhifədə təqsimi dərəcat burc sur. Burada da yenə bir inəkdir. İnək nəqqaşını çəkibdir. Onun boynunda bir zinqrov vardı. Zinqrovun da üzündən bir şeylər çıxır. Ehtimalən səsin əlamətidir. Üstünə üzəngi salıbdır. Bir dənə xanımdır, oturubdur. Çinlidir özü də, başını da üstdən bağlayıb beləsi göyə. Qucağında da bir sazdır alıbdır. Saz çala-çala o inəklə gedir və yenə də aşağıda 3 dənə adam. Çox gözəl bir nəqqaşidir. Hər halda 26-cı səhifədə də təqsimi dərəcat burcu cüza. Burada da Coza dediği bir dənə adamdır, müsəlman adamdır, çünki bunun əmmaməsi, bir cür bir əmmaməsi vardı, əlində bir kağazdır və ikiz qızdır. 2 dənə qız ki, yapışıqdılar bir-birlərinə. Əlbəttə 4 əl ayaqları vardı, 2 ayaqları 2 görsənir, amma əlləri 4 görsənir. Aşağıda da o tazaşdan 3 dənə ayrı nəqqaşilər vardı. Yenə bir ayrısı vardı. Təqsimi dərəcati burcu sərətan. Burada da bir əqrəbdir ya hər nədir onu göstərir ki, əli ilə bir dənə ayı tutubdur ki, ayın da içində bir yaşlı qadın əksi var. Aşağıda da çox cəlib bunun dövrələri, əlbəttə hamısının dövrələri çox cəlib rəhlənib. Təqsimi dərəcati burcu əsəd. Burada da bir dənə qızdır ya oğlandır. Şerə minibdir. Şer də ehtimalən yerimək halındadır. O qızın da əlbəttə başında bir şey vardı. Aşağıda da bir adamlar filanlar vardı ki, biri baş əlində tutub gedir, biri dərs oxur, biri də yer əkir. Beləsi bir vəziyyət də burada var.
38-ci səhifədə təqsimi dərəcat burcu Sümbülə. Burada da bir nəfər, bir kişi çox şik paltarla əlində bir oraq 3 dənə sümbül əkibdi. O sümbülləri bitir. Çox gözəl, bunun arxası da çox gözəldir. Əsl gözəl bir, yəni nəqqaşiləri insafən alidir. Mənim nəzərimə gəlir ki, bu Əmir Əliyev Şirinəvainin dövründə bunlar çəkilmiş. Bu nəqqaşiləri daha çox tozih verməyim, fəqət deyim. Təqsimi dərəcat burcu Mizan. Yenə də burada bir dənə adamla görürük ki, oturub yerə, başının üstündən göydən asılan tərəzilərdən gəlir. İki əli ilə tutub onu təadüldadır, özü də təadüldadır, onu da təadüldə saxlayıbdır. Aşağıda da yenə 3 dənə adamın şəklini görürük. Təqsimi dərəcatı burcu Əqrəb. Burada da bir savaşçını görürük ki, bir əlində bir əqrəbi tutubdur, bir ayrısı ilə də istir şəmşir ilə, qılıncla onu vursun. Belə bir şey görürük və təqsimi dərəcatı burcu Qovs. Burada da görürük ki, bir kişi oturubdur və bir ehtimalən bir qızdır. Bir heyvanın başı, məsələn, deyək, bəbr ya pələngin başı qızdır, bədəni boyundan üstəsi bir qızdır, əlində ox tutubdur, quyruğu, o pələngin quyruğu ilan kimi olubdur, onu istir vura, belə bir gözəl bir nəqqaşi burada görürük, miniatür. Təqsimi dərəcatı burcu Cədiyyə. Cədiyyədə görürük bir, bu da bir keçiyə minibdir, fərqli bir keçidir əlbəttə, biraz kasıb adamdır, kətli bir adamdır, bir özünə görə də özəl bir paltarları vardı, əyaq yalındır, özü də yazıq, belə gəlir nəzərə. Başında da bir uzun börkü vardı, amma elə bir bu bir dənə dəryaz götürübdür. Dəryaz dostlar, bilmirəm görmüsünüz ya yox, dəryaz bir dənə şəmşir kimi bir alətdir, uzun. Amma başı dəstə yerinə bir dəlikdir. Ora bir ağac soxarlar, ağacın boyu çox uzundur. Məsələn, deyək 2 metr yarım, 3 metrdir. Bunun 2 dənə əl yeri vardı. Adamlar yapışarlar, ondan yoncanızadı biçərlər. Adına dəryaz deyirik. O cür bir şey götürüb, məsələn, gedir işləməyə. Bu da cəlib bir, çox cəlib miniatürdir. Təqsimi dərəcatı burcu Dəlv. Burada da bir dənə kişini görürük. Yenə aynı kişini görürük. Əlbəttə aynı paltarla, biraz da lütdür əlbəttə bu yazıq kişi. Bu bir dənə bir yerdə bir ip aslayıbdır. İplə kitabdır, nədir çəkir göyə. Bu da cəlib bir şeydir ki, savadla, kitabla oxuyanlar kasıbdılar. Dərəcatı burcu Hüd. Burada da bir balığın üstündə bir kişini görürük. Oturubdur. Balıq da biraz bekifdir. Və kəvakibi səbənin hər birinə nə məqulə kimsənələrə. Burada da hangi ay kimə görədir, ona görə adların ayın yazıbdır. Məsələn, yazıb ki, Zühəl. Burada bir də işləri ki, burada görürlər, onları üçündür. Müştəri, Mirrix, hərəsinə 4 dana iş çəkibdir. Məsələn, bunları sonra da qalanların da bu birisində çəkibdir. Bəyani şərəf və hubuti Zühəl və müştəri. Burada da bir çoxlu 4 dana əslində bir-birindən ayrı miniatürlər çəkibdir. Çox cəlib. Bu birisi tərəfdə də Mirrix və Şəmsə görə 4 dana ayrı çəkibdir. Bu birisi səhifədə Zöhrə və Ətarüd haqqında 4 dana yenə aynı şəkildə ayrı-ayrı çəkibdir. Burada da Zənb-i Hubut-i Qəmər ya Hubu Qəmər. Bunların haqqında 4 dana ayrı-ayrı çəkibdir. Mənazili Qəmər surətləri və əmali. Burada da 1, 2, 3, 4, 5, 6, 7, 14 dana da burada miniatürlər çəkibdir və hərəsinin də qırağında ona aid biraz tozihlər veribdir. Mənazili Qəmər surətləri və əmali. Yenə də bu səhifədə də aynı olaraq tay 4, 8-dir burada elə bir, ya yox 7-dir. 7 dana da 14 dana burada 2 sütunda hərəsinin həm adları, həm də yanlarında
izahları. Sonra bir dənə əsma və əşkali mənazil qəmər. Ondan sonra da bir dənə cədvəllərdir. Bir çox cədvəldir burada. Sonki səhifədə də yenə cədvəllərdir. Xalib burada boşdur. 76-cı səhifədə boşdur. Heç zət yazılmayıbdır. Yenə də cədvəllərlə qarşı-qarşı yox. Buradan bu üzə cədvəldirlər və yaz fəsli, bahar fəsli, fusul-i ərbəədə mənazil qəmərün əyyami. Bunları gəlir burada göstərir. Şuhur, əyyam, tulu edən, hurub edən. Tulu və əyyami hurubi bəyanindədir. Burada da yenə də qış fəsli və köz fəsli. Dedik ki, köz, burada köz yazıbdır, düz yazıbdır. Yəni mən payıza köz deyirmişlər. Onu burada görürük. Şuhuri Rumiyyədə vaqe olan havadis. Burada da Rumiyyə dediği yəni olur nə mənə? Əlbəttə burada Azər görürəm. Şubat, kanun sani, kanun əvvəl, təşrin sani, təşrin əvvəl, havadis, rəd, bərq filan bunları da burada görürük. Yenə bunları aynı Nisan, Ayaz, Həziran, Təmuz, Ab, İlul ya da Eylül ehtimalen olsun. Səb'i səyyarəyə mənsub olan əşkal və əqalim əyyam. Yenə burada cədvəllərdir. Çoxlu cədvəllərdir. Bu kitabın buradan bu üzələri biraz da sürətlə gedirəm. Bu iki səhifədə biraz fərqli bir şeylər yerlir. Eylədiyi zamanıda dəlalət ediyi əşya. Çox cəlib bir kitabdır. İnsafən bu kitabı tozih vermək oxumağından çətindir yəni. Mən bunları biraz sürətlə gedirəm ki bu səhifələr çox, yəni bu 114-cü səhifədən sonra çox narin yazıbdır və əlbəttə səslərini də qoyub üstünə. Uzalda bunu yekəldəndə görəcəyik ki, nələr vardı. Sonra cədvəllərdir. Cədvəllər fərqli cədvəllər və bu da bir dairə içində cədvəllərdir. Yəni dairə içində neçə dənə dairə bilmirəm, 20-30 dənə dairə bir-birinin içindədir, 10-15 dənə. Hər neçə dənə, yəni onu istəyirəm deyəm ki, yəni çox dairələr bir-birinin içindədir. Saymağı da ehtimalən adamın gözü gələr. 138-ci səhifədə 133-cü səhifədə İxtilacnamə deyə bir şeydir yazıbdır. Sağ canibi, sol canibi. Bir dənə adam ortada çəkibdir, miniatür və onun sağ canibi, sol canibi, başının üstü boş, ayağının altı boş deyə bir şeylər burada yazıbdır ki, cədvəli təbir namə. Burada da təbirnamə deyə oğul, bunlar cəlibdir, bunları oxumaq. Təbirnami mötəbər. Təbirnami mötəbər davam edir. Yetişir bir yerə, bura iki cürə cədvəldir. Birində çox mühasibələr var, birində də şənbə, yekşənbə. Cəlibdir. Bu şənbə, yekşənbə, doşənbə, seşənbə, çarşənbə, pənşənbə bunlar cümə, zahirən bunlar türk məsələsidir. Yəni mən deyirəm bu ola bilər ki, Farsdan gəlmiş olsun ya Hindistandan gəlmiş olsun, amma məsələn burada görürəm ki, bunlar o zamanda işlənirmiş. Ola bilər ki, türkcə olsun, ola bilər də daire-i ixtilaf-ı əşkal-i qəmər. Burada da iki dairənin içində onlar dairə və rəngi, nəqqaşısı ayrı və bunların da mərkəz dairədən ki, kürəyə bənzir, yer kürəsinə bənzir. Uzaqdan baxanda bunu yekəldəndə fərqini görərik. Oradan şua bağlanır hər dairəyə və dairə də nəzərə gələn ayın hərəkatıdır. Ayın kamil görsənəndən, yəni ayın 14-ü ilə, məsələn, ya aşağıda da ayın görsədir ki, əslən görünmür. Yəni ay görünmür və ay ya kamil görünür. Birinci, üçüncü, dördüncü. Bilirik ki, ayın birində deyək ki, ay çox az görünür, getdikcə çoxalır, 15-ə yetişəndə yenə başlayır azalmağa, gəlir yenə 30-unda ya 29-unda gəlir, yenə görünmür. Onu çəkib çox gözəl rəhləyibdir, sonra
yəni nə qədər bu kitabı çəkənlər nə qədər həndəsə ilə tanışmışlar. Bu məni burada baxanda doğrudan mən bu belə həndəsə bir şey fəqət bu türk kitablarında görmüşəm. Yəni bu qədər həndəsə üzrə həndəsə ilə nəqşə çəkmək ya həndəsi şəkllər çəkmək çox cəlib. Məsələn burada da aynan görürəm ki o şəkildə davam edir. Burada yenə dairə və çox cəlibdir. Çox cəlib bir kitabdır. Daire-i lوح hayat və məmat. Burada da lوح hayat və məmatı çəkir surət-i qiblə-i aləm Kəbə-i müəzzəmə. Burada da Kəbəni dünyanın mərkəzi olaraq dairədən tikibdir. Oradan bir yol verib, dairə içində dairə və dairənin özünün içini neçə yerə bölübdür. Hərəsində içində bir şeylər yazıbdır. Bu səhifə Rovze-i Mütəhhəri Həzrət Rəsul Əkrəm deyə bir miniatür çəkibdir ki 2 dənə xurma ağacı var və bir dənə mükəəbdir. Onun qapısı da ehtimalən ya pəncərəsi var və 4 tərəfdən sütunlar üstündə bir dənə gözəl bir minarə çəkibdir. Bilmirəm ki, zahirən əgər səhv eləmirsəm Ərəbistanda Vəhhabilər iş üstə gələndə bunu yıxıblar. Və İskəndər Zülqərneyn Züləmatə getdiyi səhnəni nəqqaş, miniatür çəkiblər, nəqqaşı eləyiblər. Bir nəfər əlində bir odun tutubdur, yandırıbdır, ondan işıq salır. Amma ağacdır və hər yerdə görünür. Yəni günüzdə əlində bir işıq tutmaq bir məsələdir. Şəkli səddi Yəcuc və Məcuc. Yəcuc və Məcucun səddi deyə bir səddi göstərir ki, orada bir əjdahadır, üstündə də bir neçə adam vardır. Divarlardan da adamlar zətlər öldürüblər, salıblar, nə olubdur? Ya ağac bitibdir, bunlar bəlli deyil, bəlkə görəndə, amma bir nəfər də orada bir şey çalır və bir nəfər də əlində bir ot tutubdur, at üstündədirlər hər ikisi. Nəqqaşilərinə daha tozih verməyim, burada da bir nəqqaşi vardı, şəkli Mənare-i İskəndər. Burada da qələ kimi bir yerdir və bir minarədir. Şəkli Cami-i Bəni Ümeyyə. Bəni Ümeyyənin Suriyədəki məclis məscidinin cami, yəni məscid, biz məscid deyirik Azərbaycanda və İranda məscid deyirlər, amma o birisi yerlərdə cami deyirlər. 2 dənə minarəsindən 2 nəfər əzan ehtimalən verir. Öməvi dövlətinin məscidi. Əhl-əyal olan kimsənin şəkli. Əhl-əyalı olan kimsənin şəklində burada çəkibdir ki, ev üstündə, damın üstündə hava istidir, yatıblar. Uşaqları zətləri də çoxdur. Çox gözəl. Şəkli kilisayı Qərab ya Qurab. Qurab deyə bir kilisa varmış. Onun əksini burada nəqqaşi eləyiblər. Çox da bu da cəlib bir vəziyyətdir. Şəkli kilisayı Sənəm. Sənəmin nağılı ehtimalən olacaqdır. Burada yenə də bir kilisa ondan çəkiblər. Sığırcıq quşları cəm olduğu. Sığırcıq bir quşdur, onun olduğunu burada nəqqaşlıq eləyiblər, bir miniatürdür. Piri dəryar ərəbi tutduğudur. Piri dəryar ərəbi tutduğudur. Dəryardır əlbəttə. Dəryar bir şeydir, bir ərəbi tutubdur, bir balıq kimi bir şeydir, amma başı adamdır, 2 dənə də boynuzu var, adamı tutubdur. Əksidir. Quranda zikr olunan muəttələ şəkli. Bu nə deməkdir, bilmədim. Burada bir nəqqaşi eləyiblər. O da bir gözəldir. Quran-ı Əzimdə zikr olunan qəsr-i müşid ya müşəyyid. Burada da bir 3 təbəqəli, 3 qatlı, təbəqə də yox, qat. 3 qatlı bir evlə, qəsrlə üzbəyüz. Şəkli kəşdiyə sahiran, sahirlərin kəşdəsini burada nəqqaşi eləyibdir. Kuh-i atəş və murğ-i səməndər. Burada da bunu nəqqaş ediblər. Şəkli kilisayı bənat, yəni qızlar.
Bu da Qılızların kilisasının şekli Həmmam-ı Təbəriyyə. Burada da hamam cəlibdir. Yəni bunlar çox gözəl sənədlərdir əslində. Meymunlar taifəsinin məmləkəti bəyanını edər. Burada da bir şey çəkiblər. Meymunlar ağaçlardan gedir. Yılan ilandır. Yılana ilk edib, iyilik edib, sonra həlak olan kimsənə. İlana iyilik eləyən, sonra da həlak olan bir adamın nağılın burada çəkibdir. Əslində buradan bu bizə kitab tamamən demək olar ki, miniatürdir. Quşların cəm olduqları tağ üstündəki qubbədir. Burada da bir dağ üstündə bir qubbə əksidir ki, orada quşlar orada geçinirlər. Elmas və cəvahir vadisidir. Burada da bir şeydir ki, elmas və cəvahir çoxdur. Şikli Məliki Zubəə və ana mütəalliq olan tilismi. Burada da bir Zubəə deyə bir heyvanlardır, bir adamlardır əcibə qəribə. Adamlar deməyək, bir canlılardır. Məsələn, biz qədim uşaqlıqda bunlara dev deyərdik, məsələn. Devlərdən, filanlardan bir adam şəklində, amma başları fərqli. Bunları deyir ki, tilismidir ehtimalən. Yenə də şəkli Məliki Meymun Səcabi və ana mütəalliq olan tilismi. Yenə də burada əlləri, bədəni adam, başı heyvan, boynuzu və qanatları olan bir şeydən danışır ki, bir adamı ya öldürüb, ya alıbdır kölgəsinə, o cür bir şey. İnsanı uyurkən basan ağırlıq tilismi. Uyurkən basan ağırlıq tilismi. Bu da yuxuda bir nəfər yatıbdır və 3-4 dana yenə dediyim əjdaha kimi bir şey. Əlbəttə dedim, biraz görməyənlərə biraz əcib gələr. Həlqəyi göz dikdiklər gələn dizdiklərinin şəklidir. Bu da bir həlqədir, hər nə mənədir. Şəkli Məliki Asud və ana mütəalliq olan tilism. Bu da belə bir şəkli Məliki Müzəhhəb və ana mütəalliq olan tilism. Bu da yenə bir ayrı tilismidir. Şəkli Məliki Əbyəz və ana mütəalliq olan tilism. Bu da bir Məlik şahiddə Məlik deyil, Melik yazıb deyə. Yenə aynı vəziyyətdə şəkli Məliki Əhmər və ana mütəalliq olan tilism. Burada da bunları görsədir. Şəkli Məliki Səmhures Nəsrani və tilismi. Bunu da burada 180-ci şey diyor, hələ 100 səfə qalır. Şəkli İblis əleyhillənə. Bu kitabları əslində bunları oxumayacaq. Çünki bunlar fəqət elə belə bir şeydən ibarətdirlər. Yəni nəqqaşilərdən və yazılardan ibarətdirlər bunlar. Bir də bunların da adlarını heç oxumayaq, fəqət elə bu cür oxuyaq keçsin. Əlbəttə şəkli mari, qəhqəhə və iynə. 183-cü səhifə boşdur, 2 səhifə boşdur. Qur'e-i Cəfəriyyə rəziyallahu anh. Burada da bir Qur'ədən danışır ki, əcəba nədir? Bunu baxarıq. Buradan bu yenə keçir 185-ci səhifədən keçir yazılara, dairə içində falan da yazır. Çox cəlibdir. Bunları oxumağımız gərəkəcəkdir. Eyni halda bunlarda da nəqqaşi var. Yəni bu cür deməyək ki, bunlarda nəqqaşi yoxdur. Vardır. Əlifbaları da rəhləyiblər. Çox cəlibdir. Çox cəlib bir kitabdır. Çox əla kitabdır. İnsafən o cür üstündə yazıb xətti bəsiyar ali. Mən xəttindən əlavə çox bunun miniatüruna vuruldum. Yəni bu kitabın miniatürlərini heyf ki mən saymadım, amma deyək ki bunun tamam səhifələri nəqqaşidir. Beləsi deyə bilərik. Yəni belə bir iddia eləsəm, qeydərəm bunu mən indi baxaram, hətta bunu saya da bilərəm ki bu kitabın neçə miniatürü vardı. O qədər gözəl, o qədər dəyərli bir tarixi bir kitabdır. Hünər kitabıdır əslən bu kitab
Faal məqbul, burada biz belə bir şey gəldi, rastlaşdıq və tarix digər. Burada tarixdən danışır. Tarixi kitab, aha, çox gözəl. Buranı oxumalıyıq. Bir-iki səhvə vurum, yenə qeyd edirəm, bunu baxaram. Kitabın yetişdik cildinə, görürsüz cildi. Kitab 3 Calibdir, bu kitabın 2 rəngi var. Nə cür olubdu bu? Cildinin bir tərəfi, yəni kitabın başlanan tərəfi qırmızı və dediyimizdə ağzı da kilit kimi gəlir. Bir də bunun bir bağlı, o birisi son tərəfi var. Kitabın qutaran tərəfinin cildi var. O dedim abı kimi və o tərəfində bağlanan ki var idi, gəlirdi bağlanan. Onun iç tərəfinin rəngi çox fərqli bir, vaqəən çox hünəri bir iş görüblər. Kitab burada qutarır və biz bunun kitabın qıraqlarını da gördük. Qeydim əvvəl tarixi burada oxuyaq, çünki 2 dənə tarixdən burada danışdı. Kitabın tarixin baxaq. Tarix. Behəmdülillah ki bu ziba müsənnif qərin oldu, təmamə buldu payan. Şəhi aləm pənahın himmətidir ki buldu bu risalə böyle ünvan. Beləsi görünür ki bu şeydə deyil. Mən kitabı görəcək dedim ki bu kitab Həzrəti Əli Şir Nəvai Əfqanistanda, Həratda yazılıbdır. Amma indi ki bunu oxuyuram, görürəm ki o Türkün o ləhcəsində, ya Cuğatay ləhcəsində deyil. Behəmdülillah ki bu ziba müsənnəf qərin oldu, təmamə buldu payan. Şəhi aləm pənahın himmətidir ki buldu bu risalə böyle ünvan. Adı da budur. Əgərçi surəti tərtibimüzdür. Əgərçi surətən tərtibimüzdür, vəli mə'nidə şahındır bu divan. Deyir, zahirdə biz yazmışıq, amma həqiqətdə şahın iradəsidir. Anın üçündür ki, tarixin Suudi dedi hər kəs Kitab-ı Şah-ı Dövran. Kitab-ı Şah-ı Dövranı cəm eləyiblər, olubdur 990. Burada yazıbdır. Mən bunu yazı ili 990. Bunu da yazım elə Kitab-ı Şah-ı Dövran. Bunu neçə dəfə göstərmişik ki, əbcəd hərflərinin şumarələri vardı. Onu vuranda bunları bir-biri ilə cəm elirlər, olur, tarix çıxır ortaya. Tarixi digər, bir ayrı tarix, yəni bir ayrı model yazıbdır. Aləmi mülkə qədəm bastım, çün oldum əqlə yar. Etmədim təzyi oqat, eylədim təhsili xub. Bir də oxuyayım. Aləmi mülkə qədəm bastım, çün oldum əqlə yar. Etmədim təzyi oqat, eylədim təhsili xub. Gecə gündüz munis edindim kitab-ı ilmi bəs. Qeyrə mail olmadım, mən gəzmədim qapu. Lütf-i həqqə etimad edib, cəhanda eylədim, fəzl-i ilmi mərifət iqlimini həb cüstücü. Həmdülillah kim müyəssər oldu bəhri elm ilə, aşinalıq eylədim, fəzlüm büləndi su bəsu. Həzrəti Şah-ı Cəhanın irdi səm-i pakinə, onun qulağına yetişdi. Həzrəti Şah-ı Cəhanın irdi səm-i pakinə, bu həqiri muxlisun əhvalu və ovsafi qəmu. Qəmu yəni hamısı. Zat-ı pür əltafini yavuz nəzərdən saxlasın. Zat-ı pür əltafini yavuz nəzərdən saxlasın. Haqq ədu olsun, ana kim olə ol şahə ədu. Həm haqq ədu olsun ona kim olə ol şahə ədu.
Hər kəs ki o şaha düşmən ola, haqq ona düşmən olsun. Təb'i pakindən qopardı bəndi sinə iltifat. Bənd pakindən qopardı bəndəsinə iltifat. Ta əzəl adət dürür, kim mail olur xakə su. Su xakə mail olar, tökərsən gedər ora. Əmr ali şən ilə bir neçə təlif eylədim. Əmr ali şən ilə bir neçə təlif eylədim. Hər biri mənidə oldu bir nigar خوبرو. Cümlədən biri də bu məcmuədir fərman ilə. Neçə kitab yazıb, biri də bu məcmuədir. Cümlədən biri də bu məcmuədir fərman ilə. Eylədim təhdir tərtibində diqqət mu be mu. Çün bu uslub üzrə itmamın suudi gördülər. Dedilər tarixini 72 elm oldu bu. Dedilər tarixini, tarixi bu cür dedilər. Qırmızı da yazıb da hər ikisinin həm o tərəfdə, həm bu tərəfdə ki, yəni kamil bəlli olsun ki, bunu tarixə nə cür çevirəcəksən. 72 elm oldu bu. Bu 72 elm oldu bu. Qırmızı ki yazıbdı. Bu yenə də 999 gəlibdi. Kim yazıb? İndi adını burada yazıbdı. Bu Əbdi Həqiri Saliki Rahi Məsudi. Məsudi Həzrətləri, Məsudi ehtimal verim tarix yazanda, amma ola bilər şah olsun. Seyyid, adı yazan kimdir? Yazarın adı Seyyid Muhammed ibni Əmir Həsən Əs-Səudi. Əmir Həsəni Əs-Səudi. müddت مدید و عهد بعید تحصیل علوم شرعیه و تکمیل کمالات اصلیه فرعیه edip sabiga müftiyül İslam olan Mevlana Əbi Suud Əfəndi xidmətinə yetişib neçə yıl təfsir-i şərif oxuyub bədihu anlərdən mülazim olub təriq-i muqtəzasınca neçə mədaris təsərrüf edib hala 50 aqça ilə 8 mədrəsi olubdur. 50 indi ehtimalən günü 50'dir, ehtimalən ya ayı 50'dir bilmirəm. O zaman ay olmazdı, günü olardı. Hala yəni indi 50 aqça ilə 8 mədrəsəsi müdərrisi olub davam dövlət-i padişahiyə məşğuluz. Gününə 50 aqça alır və o mədrəsədə 8 adlı mədrəsədə müdərrisi mədrəsi 8 də 8 deməkdir. Buna öncədən bu mədrəsə haqqında bir şeylərdə eşitmişdik. Zahirən çox önəmli bir mədrəsədir. Suudla da Məsud ehtimalən bir şeydir. Bəlkə o tarix Məsudi ki vardı, o da elə bunların cəddi yazıbdır. Bu da deyir, mən o Məsudinin yolunu tutdum. Özünün də adın Suudi deyir. 50 aqça ilə 8 müdərrisi olub davamı dövlət-i padişahiyə məşğuluz. Lakin məlum ola ki, bu halat və heysiyyat dəcüldür. İlla Həzrət Sahib Qran və xəlifi zamanın eksir nəzər inayətləri təsiridir ki, ibtida əmrümüzdən bu anət gəlincə xasə xidmətləri səadəti ilə müstəsəd və müşərrəf olub cənab-ı səadətlərinin məxsus duaciləri və bəndələri olmağı izzət və səadət bilib. Bu heysiyyət ilə ələmi iftixarımız 3 asmanə avc asmanə peyvəstə olmuşdur. Padişah üçün ilahi budurur səndən murad. Padişah üçün ilahi budurur səndən murad. Dövlətini, şökətini, ömrünü eylə ziyad. Mütəəssifanə adın demədi padişahın ki, görək nədir? Ehtimalən bundan öncəsində bir şey demiş olacaqdı. Qeydirəm dalılıqdan bunu. Görək ki, bu haqda bir şey. Gəl ey faal issi bunu eylə təxir ki, sabir olənə
haqda nəzər var. Dərun dildə olan ateş üçün nə çarə səbrdən qeyri bəhayyar. Çüsən tuttun bana 5 bermağuni, ben ana 4 tuttum axiri 4. Tamam, burada bir şey yazmıydı. Qeyd edək kitabın əvvəlinə. Mən əgər vaqəən istəyəm bu kitabın sayam nəqqaşilərin, biraz bunu azaldım. Bunun miniatürlərini şey eləyək, sayaq. Tamam, bunu bir zərrədə yekəldə bilsək, çox yekəldik. Oxey, neyniyək, beləsi elə görər. Qeyd edirəm, indi bunu nəqqaşıram. Bunları saymıram, bunları nəqqaşı hesablamıram. Miniatürləri sayacağım. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16. Bunları saymıram. Böyük nəqqaşiləri sayıram ki, yəni miniatürləri sayıram. O birisi nəqqaşiləri, nəqqaşı hələ hesablamırıq. Bundan belə ki, vaqəən bunların birini çəkmək, nəqqaş eləmək çox böyük bir işdir. Fikirəm 16 danasını saymışdıq. Gedirəm əşyaya 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 34, 35, 36, 37, 38, 39, 40, 41, 42, 43, 44, 45, 46, 47, 48. Yenə bunları saymıram. Cədvəllər filanlar, bu işlər çox ağır işlər. 48, bu 49. 49. Bunları yenə saymırıq. Bu cədvəlləri filanları, nəqqaşləri də olsa olmasa da. 49. Miniatürləri fəqət sayırıq. Bunlar vardı 50. Burada indi məsələn 14 danadır. Onların hamısını bir hesablayıram. Bu da 14 danadır. 51, 52, 53. Bunlar 4 danadılar. 54, 55, 56, 57, 50. Hər səfəni bir dana sayıram da. Onun üçün necə var? 58, 59, 60, 61, 62, 63, 64, 65, 66, 67, 68, 69, 70. Fikirəm qutardı. 70 dənə bunun miniatürü var. dənə kamil səfə miniatürü var. İndi gəldik kitabın yetişdik əvvəlinə, əslində Məclis Padişah Aləm təfsir buruc-i İsnaəşər kəvakib səb'iyyə mənsub olan təvaif bəyan şərəf və hubut kəvakib. Bunlar şeylərdir, qoy görək 1, 2, 3, 4, 5, 6, 18 dana bu səhifədə vardı. 1, 2, 3, 4, 5, 6, yenə elə 6, 6. Bu da 18 də burada. 36, 36. Bu da 18. 52. Bu da 18. 70. 73. Fikirəm 73 başlıqda kitab yazıbdır. Əvvəldə bu kitabı haqqında görək nə yazıbdır. Bəlkə burada şahın da adını yazmış ola. Bismi xəzanə sahib səadə. Ya rəsmi xəzanə sahib səadə vəl iqbal və malikül izzət vəl cəlal dürri tac şahi qərri cibhə padişahi نوباوی باغ عزت و رفعت ثمری شجری خلافت نهال گلزار سلطنت سروی بوستان ایالت زینت خاندان آل Osman. Tamam. Osmanlı'da yazılıbdır. Tamam. Zinət xandan آل Osman زیور دودمان جهانبانی ملکی معظم مخدومی مفخمی نسل پاکیزی آل Osman Həzrəti Fatimə Sultan. Fatimə Sultanın dəsturu ilə yazıldı. Fatimə Sultan
خلد الله تعالی دولتها و ابد عزتها و سعادتها الى یوم القیام به حرمت النبی علیه السلام آمین یا رب العالمین. بیت بخت بادت همنشین و سعد بادت همگرین، ömür بادت بر دوام و عزت و dövlət həmçinin. Burada bəlli oldu ki, Fatimə Sultan Osmanlı ehtimalən bu Mələki Müəzzəmə yazdığı üçün Mələki Müəzzəmə Osmani Osmanlı çox gözəl. Burada bu kitabı beləsi biraz burada tanış olduq ki, kitabı kim yazdırıbdı. Bunu qeydaq, orada görək bir şey qalmadı burada. Yox, burada bir şey qalmadı. Gəldik bu birisi səhifəyə. Görək ki, kitabın əsli burada nə cürdür. Kitab-ı Matali'u Saadət. Bismillahirrahmanirrahim. Həmd və sipas. Burada çox gözəl xətt ilə hər hərfin səsini qoyub üstünə. Həmd və sipası biqiyas ol xaliqü el-cinnü və nasə ki cümle-i mevcudatı icad və ibda. İndi burada bir şey yazıbdır və dəyil və də və dü külli kainatı inşa və ixtira edib. Ehtimalən burada ibda ilə şeyin arasında bir kəlmən yazılıbdır, nəqqaşı düşüb onun üstünə. Belə nəzərimə gəlir. Çünki ibda və dal məni verməz. Bir də ki, nəzər, yəni o cürsü mənə gəlir əlbəttə. İbda və dükili kainatı inşa və ixtira edib. Təbəqat-ı səmavat və əcram aliyatı rəf və məratib ərəzeyni tərtib rəsin üzrə vəz edib. Bi məunət köməklik, bi məunət zəhmətü və təəb. Subatinə cibali şamixati səbəb edib. Ani dəxi mənbəi ənhar və uyun sailat və münşəat miyah cariyat etməklə dəruni xaçi səyahidən ənvai əşcar və giyah peyda etmişdir ki, hər biri şükufəi buqələmun və əsmari cunacunə məzhər və neçə fəvaid və mənafiə مصدردür و ثنایی نامحدود ال مدبری بی مثال و مصوری لا یزاله که منشی انواعی منشی انواعی بهار زاخرات پرموج که دروننده انواع حیوانات فوج دائر و بیروننده سغن و سنابن سغن و سنابن سائر علمق ایله عبادی تمدن نهادی مقاصد معایش و انتعاش و واصل علوب müteallik qəza və qədər olan bəqa və həyatləri hasil olmuşdur. Və şükrü sinayi bi həddü intiha ol qadiri bərkemal və rəzzaqi və razıq zülcəlalə ki güllərinə ənvai tuhəf əltaf bikəran və əsnafi türüfi a'tafi bi payan ihsan edib. Hər mövcudə neçə xəvas fəvaid nafiə ibda və cüsum və əcsam camidanidə
انواری جامدانیده انوار ارواح لامعی ابداع ادب صوری مصنوعی مختلفات و اشکال متباینات üzere تنویع یعنی تنویع و her birinin qabiliyyət və istedadına görə əmakünü və bəqai توزیع eləyib ol cümlədən نوعی insani lətayif və iradat və zəraifi lüğati ilə müzəyyən və cövhər nəzif ruhani ilə ki o birisi səhifəyə gedək aleti idrak maanidir mümtaz və müəyyən etməklə cövhər ilmi ki maddi həyat və sərmaye həyatı ba'dəl məmatidir haiz və dürəri غرری مواهبی کمالات قدسیه و تقربات ünsiye faiz olmuşlardır ve envai ibarati ragi'e ve asnafi lügat faige ile ma fi zemirini ilam için sün'i acib ve vaz'i dilferib üzere lisan ve şefeteyn ve اسنان ترکیب و ترتیب etmiştir. زهی خدای متعال و صانعی برکمال و معبود بی زوال و قادری بی مثال چی کنهی حقیقتini ادراک عقول و فهول حیران و فهوم nüfus ehli besair sergerdandır. Burada yazıb ki ligailihi. İndi buna görə bir dənə şeir deyir. Acəb sani dəgülmi qüdrətilə ki hər şeyi yərətdi hikmətilə. Acəb tərtibidir bu vəz əflak dəxi tərtib narubad و ما و خاک. Çox gözəl. Acəb tərtibidir bu vəz əflak dəxi tərtib narubad و ما و خاک. تعالی الله زهی sün'i ilahi yaratdi sude mahi gökdə mahi. Çox gözəl. تعالی الله زهی sün'i ilahi yaratdi sude mahi gökdə mahi suda mahi gökdə mahi mahı. Yaratdi sude mahi gökdə mahi. Budur təhqiqi sahibi kəramət yetişməz qüdrəti vəsfinə qüdrət. Yetişməz qüdrəti vəsfinə qüdrət. Necə izan edinsün ani idrak. Necə izan edinsün ani dərrak. İrişməz hikmətinə əql و idrak. Bu vadidə kəmal əql əlhəq qüsurə etiraf etməkdir ancaq. Həziz xakidən ta ouc rəfət edər birliginə hər şey dəlalət. Şeir qutardı, getir yenə nəsrə. Və enva'i məhamid biğayə və əsnafi mədayih binəhayə ul xudای Rabbü'l-Ələmin və ərhamür-rahiminə ki zübde-i bəşəri cümle-i məxluqat və ma beynindən təsfiyə və kafi mevcudat miyanindən təskiyə eylədi ta ki ənbiya sahib mücüzat bahirat və bəyinat zahirat ittiba edib bilmirəm nə deməkdir. İttiba edib qullərini təriq haqq sedadə hidayət və irşad eyliyə. Xüsusa ol افضل موجودات و اکرم مخلوقات انفس جواهر بنی آدم و ازهر ظواهر مکنونات عالم سلطان سریر استفا حضرت محمد مصطفی صلی الله علیه و سلم ما تعاقب الانوار و الظلم چی کافی انامه دلایلی بینات و براهین قاطعات ایله مبعوث عقدگشای راه دین. Uqdəquşa yəni uqdə düyündür. Bizdə də deyirlər filan kəsin uqdəsi var, yəni canında içində bir düyünlər düşübdür. Uqdəquşay rah din və pişvay aləm yəqin olmuşdur. Həbbəza ruh müqəddəs və zat bi dənəs
ki dənəs nə deməkdir, onu da bilmirəm. Ki şəvaibi istəyirəm ki, gedəm, həvəs edirəm gedim lüğətdə baxım görüm nədir, amma görürəm ki, bunu oxumağım ondan gözəldir. Kəlmədə qalmasam yaxşıdır, mənisi ilə gedim. Ki şəvaib adat ilə müdənnəs, dənəs oldu müdənnəs və mənus həbbəzə ruhi müqəddəsin. Müqəddəslə dənəs bir kəlmə, bəlkə ruhi müqəddəs və zati bi dənəs ki şəvaib adat ilə müdənnəs və mənus olan zəvat nüfus انهار لطف و هدایتی ilə mütəhhər və envar mehr risaleti ilə mütənəvvər olmuşlardır. Liqailihi, yenə bir şeir burada gəlir. Ya Resulullah, cəhan zülmündən olmazdı xilas, ta qiyamət nur şər'ün olməsə roşən çıraq. şمع جنب انبیاسن مهر چرخی اسفیا شمع جنب انبیاسن مهری چرخی اسفیا تولد نورun گفت فوق و تحت بیش و پس هم sol و sağ تولد نورun فوق و تحت بیش و پس هم sol و هم sağ صلی الله علیه و علی آله و اصحابه المتدبین به آدابه الراشدین المهدیین صلاة دائمة الى یوم الدین. اما بعد ندیر burada جلو اصحاب معرفت و ارباب بصیرت خفی علمیه که ارادت ازلیه و عنایت لم یزلیه کنتو کنزا مخفیا فاحببت ان اعرف مقتضاسینجا که ایجاد عالم imkan ve ibdai etvar kün fekane taalluk etmiştir. İki kısım üzerine olmasına ferman-ı gaza cereyan bulmuştur. Birisi alemi ülvidir ki alemi ecram aliyattır. و اگر افلاک و اگر کواکب نیرات و اگر روحانیات جمیع موجودات و سایر ارواح مقدسات در و birisi dahi alemi suflidir ki alemi anasır demekle tabir olunur ki ateş و باد و آب و خاکdır. و dahi onda hadisü peyda ve mütevellidü hüveyda olanlar ki mevalidi selase gibi ki hayvan و معادن و نباتاتdır. O selasi ne selase dedi? Mevalid selase budur. Hayvan و معادن و نباتاتdır. Maden heyvan canlılar, maden demirler. Mədən də deyirik bunlar, əlbəttə mədən anlamında deyil və nəbatat da göcərəntilər. Və hərəkat و سکنات و sair mükəvvinat əgər zat və əgər sifatıdır və bundan dahi murad zat insanıdır ki onda فأحببت أن أعرف mefhumince قلبی ile müsemma bir ayini müseffa ve mücellay mücella ve meclay mücella ibda etmiştir ki mahalli zuhuri tecelli cümleyi sıfat uluhiyet ve mezher envar sıfat celalü cemali rububiyet ola. Ani dahi vez-i hikmet üzerine müretteb teşdidi yoktur. Müretteb edip ülvi ve süfliden mürəkkəb etmişdir. Mürəkkəb olacaq. Yəni biz indi bu sözü deyirik, bilmirəm o zaman təşdissiz deyirmişlər. İndi biz təşdidli deyirik. Mürəkkəb etmişdir ki süflisi bədəni kəsif və ülvisi ruhi latifidir. Beyt. Çün bülend pست با هم یار شد آدمی اعجوبه اسرار شد پس نظر احوال مکنونات ایدن صاحب حکمت و اهل فتنته
layiqdir ki, aləm ülvidə olan əcaib məsnuat və qəraib təsirata dəxi nəzər edib cənabi Rəbbi İzzətün kəmal əzəmətü cəlalin mülahizə edib kəndi ayinəsindən məqsud olan mənayı surətə gətirmiş ola. Pəs ol əshab hikmətün əhl-i suluc sultan سلاطین و ملوک حامی حوزت الاسلام و الایمان ماهی حی کننده احتمالا ماهی ظلام الکفر و الطغیان کهف الانام ملاذ الایام مولا ملوک العرب و العجم و الروم که عصر الاکاسرتی و قهرمان گروم ناشر لوای فلک فرسای سلطانی مشیدی قواعد حکومت و جهانبانی خسروی سزاوار تاج و تخت خدیو فرمان فرمای بیدار بخت شاه عدالت جستری پادشاهی بلندختر لقائله جنب الشعر نه şəhdir kim cəhana nur ədli günəşdən dahi artıqdır ziyadə. Nə şəhdir kim cəhana nur ədli günəşdən dahi artıqdır ziyadə. Zulami rəf edir xurşid ancaq bu zülmi dəf edir həddən ziyadə. Bələdədir ana asi olanlar himasində olan zövq-u səfadə himasində olan zövq-u səfadə yaraşır ol şəhün nütqi fələkdə yaraşır ol şəhün nət'i fələkdə önüncə yürüyə şəhlər piyadə lisan halilə söylər hər iqlim və həmdülillah ki ərişdük muradə. Ehtimalən Sultan Muraddan söz gedir, amma görək ki adın bu bir belə sözdən sonra deyəcək ya yox. مدار عالم قطب اعظم معز الاسلام و المسلمین قامع الکفرة و الملحدین از سلطان ابن سلطان مفخر دودمان آل عثمان سلطان مراد خان ابن سلطان سلیم خان. پس kimdi bu? Sultan Murad Khan İbni Sultan Salim Khan İbni Sultan Süleyman Khan İbni Sultan Süleyman Khan Halledallah, yani Süleymandan Hazreti Süleymandan önceki Süleyman Xandan önceki Murad değil, sonraki Muraddır, nəvəsidir. Yəni Sultan Süleymanın nəvəsi olur, Səlimin oğlu Sultan Murad olur. Sultan Süleyman 1500'lərdə Məsihi ilindən desək olubdur. Yəni 990'da da biz bir dəfə bunu oxuduq da 960'dan ta 90'a ya bilmirəm 501'ə 2'yə bu cür o zamanlarda elə bil əgər yadımda olsa o zamanlarda olubdu. Bu kitab o zamanlar yazılmış olubdu. Həm də ehtimalən Fatimə Sultan Osmanlı Mələkə Müəzzəmi ki, bunda yazarıq ki kimdir, onu taparıq kimdir. Yəni indi biraz bunu oxuyayım, sonra axirdə buna qeydərəm, çünki bu çox cəlibdir, bunu axtarırdım ki, elə buraya yetişək. Pəs məfxər dudman Al Osman Sultan Murad Khan İbni Sultan Salim Khan İbni Sultan Süleyman Khan xalladallahu teala dövlətəhu və əbbədə şəvkətəhu və savlətəhu, savlət yəni o şeyin übühətin və səltənətəhu və cəalə əvamirəhu mutaəh
یا مطلعه، البته مطلعه الى ساعت القیام و قیام الساعه amin ya mücib sailin beyt. Bir beyt istir burada desin görək nə deyir. Humayun bad ruzu salu mahaş müzəffər bad bər düşmən sipahaş. معنای حکمت آثاری و مقصد فضیلت شعاری ملاحظه بuyurup احرام عالیات و اجسامی فلکیات متعلق بروز و کواکب مصورü müşekkel bir kitab-ı latif mücedvel ibraz buyurup lakin abkar meanisi hilliye-i elfaz-ı arabiye ile mühalla bir buluk nigar ziba olmak ile herkese evvel nezerde bir zahmet teammülü müsahhar olmadan iba etmekin bu abd hakir kesir ve taksirlerine lisan-ı Türkiye tercüme olunması için emr-i şerif faiz el-nurleri zuhur. Bas burada emr tercüme Türkiye elbette yazıyorduk. Türkçe diline tercümeye emr olundu. Tamam. Bir de burasını okuyaq. Deyir ki, və əcsam fələkiyatə mütəəlliq buruc və kəvakib müsəvvər nəqqaşi müşəkkəl şəkillənmiş bir kitab-ı latifi mücdəvəl cədvəlli ibraz buyurub, yəni istədilər. Lakin inkar meanisi və üst-üstə əbkar meanisi əbkar bikr tazalıq. Lakin əbkar meanisi hillə-i elfaz-ı ərəbiyyə ərəbiyyənin içində olan hillə-i elfaz-ı ərəbiyyə ilə mühəlla bir buluk nigar ziba olmaq ilə hər kəsə əvvəl nəzərdə bir zəhmət təəmmül müsəxxər olmadan, yəni çətinə düşüb onun üstə fikirləşmədən, bir zəhmət təəmmül müsəxxər olmadan iba etməyin bu əbd həqir kəsir təqsirlərinə lisan-ı Türkiyə tərcümə olunması üçün əmr-i şərif faiz-i nurləri zuhur və sudur buldu. Əmr elədi ki, get bunu Türkiyə çevir. Ki, nəqqaşi və şəkilli olsun, cədvəlli olsun. Belə bir kitab əmr buyurdu. İmtisalən lil-əmr-il ali xidmətə şuru və iştiğali əmr lazım və kar-ı mühüm görülüb. Ol kar-ı səadət əncamə zürətü və iqdam olundu. Pəs merdumi dide gözün qarası merdumi dide riyaz mənasında seyran üzrə riyaz yəni vərziş zehni. Pəs merdumi dide riyaz məanisində seyran etdükdə bəzi məvaziində xələl və nüqsan müşahidə edib təmim faidə və tənmim aidə qəsd olunub. Xiləlini islah və ibram və nəqayisini təkmil və itmam edib Cənab-ı Səltənətdən məmur olunan üzrə burada xidməti iqdam əqdəm xidmətə əqdəm-i iqdam üzərə qiyam göstərdi. Burada göstərdir. Özü budur. Bir dənə adamdır, beləsi paltarızadı yazıbdı. Yanında da işləyənlər, nökərlər, filanlar durublar xidmətində. Bu adamın da özünün səqqəlizadı vardı. Kökdə bir adamdır biraz. Çox da şik giyinibdi. Kitabları qoyub qabağına çıxdı. İndi qeydaq daldan o son cümləni oxuyaq, gələk bura. Məmur olunan üzrə tamam şəni məali unvan pürkərəm və zati
meali sıfat vala himemlerinin eltaf-ı a'taf-ı cemilül avsafinden mercu ve mütevekki ve ma'mul ve mütesarri'dir ki devai himem ve mesai gelem ile desti dirhem yok desti dirhem edip gavvas var deryای fikretten istihrac leali şahvar etmiştir. Vaqi olan qusur ve zelalin ve kani gerihetten cevahir zigimeti ki silki intizame çekmiştir zuhur eden halalin damen af ve ihsan ile mestur qulub nazar atifet kimya xasiyetleriyle menzur buyurmak ile kitabet masir el-eltafleri safheye çartaq anasürde mühella ve bu abdi hagirlerinin ilmi iftihari, alemi iftihari divar felek devvar üzere idi. Çok da cəlib ittilaat verdi bu kitabın hakkında. İbtidai kelam. Bir fikir edirəm biraz əvvəldə oxuyaq görək ki, bu səhifəni oxuyaq görək ki, burada nə deyir əslən, qonu nədir? Buradan qonudan danışmayın, qonunu görək. Ərbab-ı bəsirətə xəfi olmaya ki, əvvəla bu kitab camiül letaifdə tali-i mevlud əhvalin irad eylədik. Tali-i mevlud əhvalin irad eylədik. Zira insanın ibtidai əmrində olan halidir. Pəs təqdimi dəxi rəva görülmüşdür. Lakin bir kişinin əvvəla taliin bilmək lazımdır. Ondan sonra bununla əməl mümkün olur. Tali bilmək isə bir kişi dünyaya geldiği zamanda tali felek yani o zamanda məşriq tərəfində ufukdan yukarı qalqan cüz-i felek nedir ve ne bürcüdür? Ani nücum əhvalin bülür. Bir hazik kimsene bilmək gerektir. Əlbəttə biz tə'ləni deyirik, o cür yazmıyor, D yazıbdır. Əlbəttə buruci isna əşərün dərəcatindən birisindən olacaktır. Zira felek cümle 12 bürce təqsim olmuştur. Pəs gəngi burcuda filan burcuda, gəngi filan. Pəs gəngi burcuda idi ki belinden sonra ana göre bu kitaba müracaat olunup bilindüğünden sonra ana göre bu kitaba müracaat olunup ahkamı görülə. Və əgər bu təriq ilə bilinmək mümkün olmazsa əvvəl taliin tutacak kimsene tutacağın kimsenenin ismini alesen alif lamsız ve laqabsiz ve künniyetsiz ve Toğran anası, Toğran yani doğan, Toğran anası adın alesin cümeli kebir hesabınca. Cümeli kebir hesabınca. Cümeli kebir ne demektir? Cümeli kebir. Cümeli kebir hesabınca cəm edesin ve 12 şer tərh edesin. 12 yere bölesin. 12 şer hərəsin 12 yerini tərh edesin. Baqi nə qalırsa ədəd tamam olduğu yerdə buruc aylara təqsim. Məsələn, 1 qalırsa həməl, 2 qalırsa sur, 3 qalırsa cəvza, 4 qalırsa sərətan, 5 qalırsa əsəd,
6 qalırsa sünbilə, 7 qalırsa mizan, 8 qalırsa əqrəb, 9 qalırsa qovs, 10 qalırsa cədyə, 11 qalırsa dəlv, 12 qalırsa hutudur. Və əgər iki kişinin mabeyni bilmək dilərsən, iki kişinin başqa ismilərin hesab edersin. Borcuları birbirine muvafık müdür, muhalif müdür biləsin. Və nə? İndi burada yəni iki kişinin bir-birinə yəni bir dənə xanımla bir dənə kişinin də, erkəklə dişi xanımın, bir xanımın bir-birlərinə nə cür gələr onu istir deyə. İki kişinin başqa isimlərin hesab edəsin. Borcuları bir-birinə muvafık müdür, muhalif müdür biləsin. Və nə yıldızə mütealliklerdir ve ömürleri uzun müdür, kısa müdür? Kısa müdür? Kısa. Mesela kıssa yazılır ama kısa, təşdidsiz. Uzun müdür, kısa müdür? Vallahu Teala ələm. Burada da təqsimi dərəcatü bürcə həməl ki başlayır buradan bizə o ayları biz bunları oxumayacağıq. Burada amma bir şey yazıbdır. Bu nədir? Əvvəlki vəci üzərinə mirrixün nəzəri burci həməldən. Həkim Əbu Maşar eydir yəni deyir. Bu vəcilə toğan mövlud ağa mail qızıl rəngili ola. Ağa mail qızıl rəngili ola. Gök gözli ola. Yüzündə bir nişan ola. Hərəkətində sürət üzərinə ola. Xalq aləmin məhbubi ola. Hər nə murad edərsə hasil edə. Ana xof ya yadmur yarasından ana xof ya dəmir yarəsindən ola. Dəmir yarasından deyir, ona qorxu ki vardı, dəmir yarəsindən ola və yaxud ateşdən ola. 20 yaşında bir xof var. Əgər su arsa 30 ya əgər savarsa, savmaq, geçmək. Sav əslində difa eləməkdir. Əgər 20 yaşın savarsa, yəni onu difa elərsə, oradan geçərsə, savarsa, özdə satla yazıbdır. Əgər savarsa 30 yaşında və əgər savarsa 90 yaşına dək ömür sürər. Mali evi sur və zöhrədir. Mali evi sur və zöhrədir. Əvvəl ömrünün hali əyü ola. Əcnəbi kimsələrdən çox rizq əlinə girə. Amma əhlindən və əqrəbasından az faidə görə. Oğlancıq ikən bir ulu övrətdən əlinə çox rizq girə. Qərəndaşları və hərəkatı. Tamam. Burada fala baxır da. Buradan bizə faldır və biz bunu əlbəttə burada nəzərimə gəlir ki, niyə belə oldu? Burada üstə kiçik yazıb, aşağıda böyük yazıbdır. Bu birisi səfədə də hamısını bir yazıbdır. Onu da gördüm, bunu da bildik. Bunları biraz istəyirəm ki, geçək və görək ki, əcəba burada bir şeylər. Çox gözəl bir kitab gördüm bunu əslində. Yəni əla bir kitab, əla. Mövzusundan xoşumuz gələr, gəlməz başqa bir şeydir. Türkçəsi, yazılışı, nəqqaşiləri bunlardan birini demişdim oxuyacağım. Bunu oxuyaq görək ki, bu nədir? Əcəba bu tamam. Ya bu ne oldu?
burada şey olubdu. Çox xaric edibdi bu. Cəlibdir bu çox belə. Tamam, düzəldi. O səhvəni əgər tapa bilsək, onu deyirdim oxuyaq. Bunlardan birin, yox, bunlar deyildi. Bu ne? Bunu istirdim ki, oxuyaq, görüm ki, eləyə bilsək, buradan bir danasını oxuyaq. Mənazil-i qəmər, mənazil-i qəmərin surətləri və əmali. İndi burada qəmərin şərtin mənzilinə insə, övrətlər təsxirin ilə və iki qafqan qəmər şərtin mənzilinə insə, övrətlər təsxirin ilə və yeymiyə və padişahlar daxil olma. Bu zəmanədə tuğan azgil olursa, aqibəti xeyr olmaya, amma qız iyidir. Cəlibdir, deyir bu zamanda tuğan azgül olursa, azgül nə deməkdir? Sonra da deyir, amma qız olursa, şey deyir, oğlana deyir ki, olsa, oğlana burada azgül deyir. Ya, ərkək ehtimalən olacaqdır. Ərkək, bəli, ərkək gəlir oxuyaq bunu. Qalmışdım ki, əzgil nə deməkdir? Ərkəkdir, o şeydir, səsdir onun. Tamam, bunu da orada gördük ki, belə bir şey deyibdir. Görək ki, daha bir kiçik səhvələrə baxaq. Bir yerdə cəlib idi, ona da görək nədir? Bunların da birini oxuyaq da, görək bunlar nədirlər? Yazıb burada. Əmalün və ibtidalərində bəyanıdır. Nurə tutunmaq, qəmər sünbülə burcunda və cüdəy burcunda və qus burcunda və cüza burcunda itmə zira. Nə mənə? İtmə nə demək? İtmə zira qılğəmü qüssə zira qılğəm qüssə ilə binər qəmər sərətan burcunda və mizan burcunda ikən edəsən iyidir. Tamam, bu bilmirəm nə deməkdir. Nurə tut. Bədənin tüklərini aparmaq üçün nurə qoyurlar, onu deyir. Borcu həməldir, bunlar da o cür bir şeylərdir. Dostlar, çox bir gözəl kitabla üzbəyiz olmuşuq. Şuhur-i ərəbiyyə ya əyyamünün ixtiyaratı. Əvvəlki gün, 3-cü, 5-ci, 20-ci gün, 30-cu gün. 2 səfhədə bunları günləri yazıb ki, hangi gündə nə olacaqdır, belə bir şeylər yazıbdır. Hər gün gördüyü vaqiələrin əhvali bəyanındadır. O da nə deməkdir? Burada da cədvəllər neçə rəngindən 1, 2, 3, 4, 5, 6 hara getdi? İstəyirəm onu gətirəm aşağıya. 7, 8, 9 rənglə yazıbdır buranı. Yazıları 9 rənglə. Yəni 9 teyflə yazıbdır. Hətta əlbəttə bəlkə aşağıda dahi bir fərqi var, amma mənim gözüm bunları dahi təşxis verə bilmir teyfləri. Çox bir... Burada da dairələri görürük. Mən istəyirəm bunu sayam. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. 11 dənə dairə görürük bir-birinin içində ki, bunların da hərəsi neçə yerə bölünübdür. Daire əflaki səb'ə. Bunlarda da bir də ayrı şeylər görürük.
Bu nədir? Buna da bir baxaq. Bunda cəlib gəldi mənə. Sağ canibi ixtilacnamə. İxtilacnamə nə deməkdir bilmirəm. Suverec sol canibi, sağ canibi. Sağ canibində nə vardı? İzzət bülə. Orta bərmək. Xusumət düşə. Nə demək bu? Nə deməkdir? Baş tapmadım. Başın təpəsi izzət bülə. Orta bərmək qura qalsın. Başın ardı xəlq anı sevə. Başın yanı naxoş xəbər gələ. Tülüklər xeyrə irə. Tülüklər xeyrə irə. Baş faidə görə. Gözün nə mənə karı. Ayda vurdum, qatışdırdım. Baş faidə görə. Gözün bikarı dilədiyini bülə. Bula. Gözücü qayib gələ. Göz qəbəği qəmna kölə. Alt qəpəği rahat ola. Göz şad ola. Burun. Ululuq bulə. Burun yanı mülki artə. Yüz möhtəşəm ola. Nə deməkdir bunlar? Burada bir şeylər yazır, amma nə deməkdir mən düzün axtarsız bunlardan baş tapmadım ki, nədir? Sol tərəfdə nə olar? Məsələn, başının disi, təpəsi. Burada təpəsini bir cür yazıbdır, burada bir cür təpəsi. Xeyr görə. Dişlər olsa xeyridir. O, belə bir şeydir. Nədir bu bilmirəm. Yəni, bilmədim, bilməğa da indi feylən hələ nə macalım vardı, nə də cədvəli təbirnamə ərslan padişahi ya ədü dəvə səlamət aqibət tavşan gözəl övrət Tavğan sultandır. Əzbi olmayan at. Ərəbi olmayan at. Xusumət və ya gun. Qatır, tul ömr və səfər. Siğər, yılan ilə təbir olunur. Bayquş, xərsız. Timsah ehtimalən yuxudan danışır. Bunlar yuxuda belə bir şey görsən nə anlamına gəlir? Bunları şeydir. Burada da nömrələri deyir ki, bunlar nədir? Allah'a dairə ixtilaf əşkali qəmər. Tamam, bu kitabı biz əslində çoxlu yerlərini oxuduq və yəni əkslərini görmüşük, bunu deyim. Və bir çox yerində oxuduq, əsli mətləblərini bildik. Buradan bizə getir təxəssüsi bir şeylərə, fal təxəssüsdür bir növ. Onun istilahların, zadlarını bilməkdir, ya mühasibələrin zadlarını bilməkdir ki, bu da bizim şeyimiz yoxdur bunda. Amma burada bir Həzrəti İmam Cəfər-i Sadiq əleyhissalama bir şey vardı, ona baxaq. Bu fal-i mübarəkə Qur'i Cəfəriyyə derlər. Bir mübarək falidir. Həzrəti İmam Cəfər-i Sadiqdən nəql olunmuşdur. Tutmaq istədikdə əvvəla Sure-i Fatihə oxuya. Bədə tutəsin. Bir-iki təriq ilə tutulur. Bir təriqi budur ki, əvvəl ol huruf yazılan Qur'e 3 kərə atıb
gələn hərfləri tərtib üzrə zəbt edəsin. Bəs bir təriqi budur ki, ol hərfləri tərtib üzrə zəbt edəsin. Qanqi səhifədə ol 3 hərfi bulunursa, ol səhifə falündür. Və yaxud bu 4 hərfi bir kağız parəcəginə yazasən 20-30 dənə bədühü gözün yuməsin. 20-30 yazasın. 20-30 dənə bədüh gözün yuməsən, içindən birer aləsin. 3 dənə tamam olduqdan sonra açasın. Ol hərfləri tərtib üzrə qənqi səhifədə bulursan falun oldur. Və bir təriqi budur ki, bu 4 hürufi bir səfhiyə seyrək yazasan. Seyrək yazasan, seyrək. Seyrək, indi bunu nə cür deyək? Pərakəndə, yox, o deyil. Seyrək. Bizdə var, Farsda yoxdur deyirəm bə. Seyrək. Nə cür bunu tərcümə eləyək Farsıya? Bir səhvdə seyrək yazasan və göz yumub barmaq ilə 3 kərə basa tərtib üzrə zəbt edə və səhifəyə tətbiq edə. Vallahu ələm. Bu da Həzrət İmam Cəfər Sadiqə nisbət verilən cim, cim, cim. Burada fallara baxmaqdır zahirən. Buradan bu üzədə fal məsələsidir ki, hərfləri nə cür tutur, onu indi burada ehtimalən o İmam Sadiq dediklərini burada istir əməl eləyə. İmam Sadiqə nisbət veriblər. Bilmirəm İmam Sadiq bunları deyib, deməyibdi. O zamanda kağız o qədər yoxdur ki, İmam Sadiq deyə bir belə kağız şey eləyir. Cırın, dağıdın, yazın filan eləyim. Hər halda, yəni burada bir şey gördüm. Burada bir şey yazıbdı. Bunu oxuyaq. Liqailihi. Gene bu şeirdir. Əlbəttə ki, bu şeirdir. Murad üçün təəb çəkdün ziyadə. Muradın üçün təəb çəkdün ziyadə. Yürü səbr et. İrəmdür sən muradə. İrəmdirsən muradə. Muradın üçün təəb çəkdün ziyadə. Yürü səbr et. İrəmdirsən muradə. Biraz cəm etdügün, əldən çıxardın. Nidamət budur, istical edərdük. Çün oldu ravu həm, çün oldu ravu həm failiniləcəm, dəlalətdür, qəm olur, səbr ilə rəf. Gəlincə bu raya diləndi xamə, bu faal irdi bəhəmdüllah təmamə. Bu halə irkürüncə bu kitabı, bu halə görüncə bu kitabı, tədəbbü eylədim hər fəstu babi. Şəhi aləm pənahın himməti ilə, zuhurə gəldi hüsn o rəğbəti ilə. Çün etdün buna bais padişahi, mübarək eylə falın ya ilahi. Dəxi həm taliin məsud eylə, qəpundən düşmənin mərdud eylə. Günəş kimi məqami ovc rəfət, günün gündən yen ilə ta qiyamət. Günün gündən یک ilə ta qiyamət. Dəxi şəhrdəsi ömrün diraz et. Dəxi şəhzadəsi ömrün diraz et. Vücudi şah ilə həm sərfəraz et. Qədimi bəndəsidir Suudi, müdamən görə falində Suudi. Tamam, bu da belə bir şeydir. Bu faalın təriqəsi də budur.
Bunlar yenə də nəqqaşilərdir. Mən peyğəmbərlərdən deyə gətiribdir. Kitabın axirinə gəldik. İlahi dilərəm ola rəva ol şəhrin haqqında etdiyim dua. Yenə də burada o şey yoxdur. Axirdə də bunlar yenə də faldır ehtimalən. Tarixi kitabımızda da oxumuşduq. Tamam. Çox gözəl bir kitabla tanış olduq. Allaha şükür edirəm. Bu günləri o internetin kəsilməsi mənə bu imkanı verdi. Təzəşdən həm o kitabla tanış oldum və həm bu kitabla tanış oldum. Çox əla bir gün keçirdim. Umarım sizlər də dostlar cəhalət mühəndisinə qələbə eləmək üçün fars və düşmənlər yazdıqları kitablardan uzaqlaşıb, yəni o fəzadan, o sudan, o uqyanusdan çıxıb Türk dənizinə, uqyanusuna girib və Türk insanının düşüncələri ilə, özəlliklə yazısı və dili ilə tanış olasınız. Tamam, bəzi kitabların konusundan xoşunuz gələr, gəlməz, o başqa bir şeydir. Amma dil məsələsi və düşüncə məsələsi var. Və tarix məsələsi var. Yəni düzdür, biz indi əlan burada bunu oxuduq. Aha, bunu da demişdim, axtaracağam. Onu da axtarım. Sultan Murad xan qurtarmamış, bunu da axtaraq. Sultan Murad xan ibn Sultan Səlim xan ibn Sultan Süleyman görək burada Sultan Muradı da iştibah yazmışıq, amma görək düzəldəcək ya yox. Sultan Murad Sevim Osmani işarə edir və Sultan Murad xan ibn Sultan Səlim xan ibn Sultan Süleyman xan Qanuni müşəxxəsat-ı kütah nami kamil Murad 3-cü Murad. Dədəsinin adı Sultan Səlim, 2-ci Sultan Səlim. Böyük dədəsinin adı Sultan Süleyman Qanuni. Bu 953 Hicriyə qəməridə doğulubdur. Səltənəti 982-dən ta 103-ə olubdur. Vəfatı 103-də olubdur. Üzr istəyirəm, 1003-də də səltənət ha vaxtdan dedi 982-dən ta 100-dən səltənət edib və orada da ölübdür. İstanbulda Məscid-i Əyasufiyədə dəfn olubdur. Səfəvilər ilə və Habsburgla savaşıbdır. Hərəmsərada deyir, çox dərbarilərin nüfuzu olubdur onun dövrəsində. Şəcərənam kamil yox. Bir də fəqət bu Fatimə Sultanı soruşaq. Fatma Sultan onun xanım Mələkə yazaq çəş. Mələk onla nə ilgisi var? Görək nə yazır buna görə. Məlikə Sultan xanım bir ehtimal ziyad Nurbanu Sultan است که پس از مسلمان شدن فاطمه نام گرفت. سلطان مراد خان ابن سلطان سلیم خان ابن سلطان سلیم چنین است. نسبت خویشاوندی Nurbanu Sultan, Fatimə Sultan, Madər Sultan Murad Sevum. Pəs bunun anasıdır. Fatimə Sultan
Üçüncü Muradın anasıdır. Həmsər Sultan Səlim دوم عروس Sultan Süleyman Qanuni. نوربانو سلطان در اسناد عثمانی گاه با عنوان‌هایی چون فاطمه سلطان یا والده سلطان است. از قدرتمندترین زنان تاریخ عثمانی بود و در آغاز سلطنت مراد سوم نفوذ سیاسی بسیار داشت. به همین سبب در برخی منابع عامیانه غیر رسمی از او با تعبیر ملکی یاد شده، هرچند عنوان رسمی در عثمانی ملکی نبوده بلکه والده سلطان بوده. اگر منظورتان فاطمه سلطان دیگری است، مثلا همسر یا دختر یکی از سلاطین، نام پدر یا همسرش را دقیقاً بفرمایید. Tamam. Bunu da oradan çıxartdıq. Bir şey də burada var idi. O nə idi? Cüməli kəbir nə deməkdir? Onu da bağladıq. Cüməli kəbir istirdik ki, onu da görək ki, cüməli kəbir nə deməkdir? Cüməli kəbir nə deməkdir? Tamam, görək nə deyir burada? الجمل کبیر جدی bunun içində. Aha, در حساب ابجد وقتی ارزش عددی همه حروف یک کلمه اسم جمله یا آیه را به طور کامل و با احتساب همه حروف محاسبه می کنند به آن جمل کبیر می گویند. یعنی جمع عددی بزرگ و کامل حروف. توضیح کوتاه: در علم ابجد چند روش محاسبه هست. جمل کبیر همه حروف حساب می شوند. جمل صغیر فقط بعضی حروف یا ساده شده. جمل وسیط حالت میانی. کلمه ساده Allah, kəlməyə Allah. Əlif 1-dir, lam 30-dur, lam 30-dur, he Allah'dır. Cəmi kül 66. این محاسبه به روش جمل کبیر است. کاربردها: متون کهن عربی و عثمانی، تصوف و عرفان، تاریخ گذاری رمزی، تاریخ ماده، تاریخ ماده همان ماده تاریخی، طلسمات، اشعار و کتیبه ها. اگر خواستید میتوانم فرق جمل کبیر و صغیر را با جدول نشان بدهم. عدد ابجد یک نام یا جمله را حساب کنم یا مثال های از متون عثمانی و فارسی بیاورم. Qoy mən öz adıma verim, deyim ki, bunu hesabla. İnsaf Əli ni hər üç yol ilə mühasibə eylə. Görək nə deyir bunu məsələn? Baş üstə İnsaf Əli adını əbcədin müxtəlif yolları ilə hesablayıram. Qaidələri də açıqca yazıram. Cüməli kəbir hesabı kamil. Nə cür? Hər hərfin əbcədi diri hesablanır. Hərf ərziş. Əlif insafın əvvəl əlifi 1. Nun 50. Sad 90. Əlif 1. F 80. Eyn 70. Lam 30. Y insaf Əli oldu. Neçə? 10. Cəm elədi bunu. Deyir ki, cəmi 1, 50, 91, 80, 70, 30, 10. 332 oldu. Cəmi kəbir, cüməli kəbir olur 332. Cüməli səğir. Cüməli kəbirin rəqəmləri toplanır. Cüməli kəbirin rəqəmləri toplanır. Ta tək rəqəmi ya ədədi küçükləri qala. Tamam. Yəni 332-ni bir-biri ilə cəm elədi, oldu 8. Cüməli səğir budur. Yəni oldu kiçik. Cüməli vəsit. در روش رایج عدد کبیر به عددی بین کبیر و صغیر تبدیل می شود. معمولا بدون تکرار جمع کامل تا tək rəqəmi. Deyir ki, təkrar olmaya. Yəni deyir ki, 333 necə olacaqdır? 332. 2 və əlavəyi 33 müsavi 3. Vəsit nədir? Beləsi, yəni 35 gəldi. Bəzi mənabə vəsit را 3 ilə 3 bir də 8 hesab edirlər, olur 8. نمیدانند بلکه مرحله میانی میگیرند. جمل اکبر اگر بخواهند با الف ملفوظ در این روش علی گاهی به صورت الف لامیه بدون الف زائد حساب می شود که ما همین کار را کردیم. پس نتیجه اش با کبیر یکی است. خلاصه نهایی جمل کبیر 332 جمل وسیط 35 جمل صغیر 8. اگر خواستین حساب رو به رسم عثمانی انجام بدهم یا با پسوند لقب مثلا حاج سید، حاج خان
با müqayisə ismi digər با insaf əli بگویید həmancə əncam بدهم. Pəs onu da beləsi deyək. İnsaf əli hidayət. Öyrənək də bunu tarix oxuyanda dərdimizə dəyir hərdən. Görək indi bunu hidayəti ilə gətirəndə nə cür gətirir? Baş üstə İnsaf əli hidayət adını əbcədin hər üç yolu ilə hesablayıram. Cüməli kəbir, hesabı kamil. İnsaf əli əlif 1, nun 50, sad 90, əlif 1, f 80. İnsaf. İnsaf buradan fəqət yazıldı. Cəmi 222, əli. Eyn 70, lam 30, y 10, cəmi olur 110. Hidayət. H 5, dal 4, 1, əlif 1, ya 10. T hidayətin t 400. Cəm oldu 420. Cəmi kul, yəni cəmi kəbir. Onları bir-bir ayrılır. 420 ilə 110 ilə 222-ni cəm elədi. Oldu 752. Cüməli kəbir 752. Cüməli vəsid. Cəməli vəsid yazıb burada əlbəttə. Ədəd-i kəbirin mərhəli miyani cəmi. Yəni deyir ki 77 2. Yəni oradakı demiş neçə idi? 752. 752 2 və əlavə 75 oldu ki müsavə həman 752. O oldu 77. Cəməli vəsid oldu 77. Bəzi mənabi müstəqimdə 7-5 2-ni cəmləmirlər. İndəviş raici miyanist. Cüməli səğir. Rəqəmlərin cəmi 7-5-2 oldu 14. 14-ü də yenə cəm edirlər. 1 ilə 4 olur 5. Cüməli səğir 5. Xülasə cüməli səğir 752. Tamam. Elə burada qoyaq qalsın da. Bunları cüzvi kitab deyil. Bunlar şeydir. Bunun da üstündə biraz işlədik. Çox sevinirəm bu günləri bu kitablarla tanış oldum. Türküsü ilə çox ləzzət apardım. Və heç yormadı məni. Oxumağı rahat idi. Umarım sizlər də bu ləzzəti dadasınız. Allah ömür verirsə, Allaha şükür edirəm bu günü mənə qismət elədi. Əgər Allah ömür verirsə bir ayrı gündə bir ayrı kitabla ya kitablarla tanış olacağıq.